Ay aşkım. İnsanlar zaten derdinden, tasasından, ailesinin dırdırından, xəstəliyindən, sonra canım size desin borçtan, tasadan, dersten, işlediğiniz müdürden, işinizden sıxıldığınız için vallah mən də eləyəm. Allah'a and olsun. Her biri yüzü gülen insan dünyanın en xoşbəxt insanı deyil. İçinde o kadar dertleri var ki arsız kimi gülürəm ki heç olmaz o dertlerim yadımdan çıksın bu 3-4 saatlik yayında. Başa düşürsünüz mü? Ama ya ben de insanım da günlük hiç olmasa 2-3 tane insana yardım eləyim. O kadar yani lütfen yani benim yayınım istemiyorum. Hamı da desin gülsün insanlar deyip gülmek için gelir. 2-3 tane yardım eləyəcəm o kadar lütfen rica edirəm. Ya da ki həftədə 1-2'ye salaq. Çünkü belə olmur ay aşkım. Hamı istey yatır, hamı istey yatır, hamı istey yatır. Ben de kaldıram belə. Allah aşkına zaten insanlar yani deyip gülmek için girir yayına. Bakın enerjim. Vallahi enerjim düştü. Bir de ara ver ya aşkım olmur ya üst üste. Alo. Ya Allah bir enerji gelsin bir dakika. Alo. Seni o yolda geber inşallah. O yolun sonu çıkmaz. Bak o nerede o şekil koymuşsan oraya bir de enerji bir de gel. Ay kameranızı açarsınız. Az bütün enerjim gitti. Kameranızı açabilirsiniz. Aç kameranı. Alo. Bildirimleri bağla TikTok'tan. Alo. Bu Allah sana kurban olun. Açıram, banisiyadayım. Ay Allah. Ay. Ama bir şey diyeyim Allah aşkına da. Ama ne olur duygusal sömürünüzden kullanmayın. Allah rızası için kurban olum size. Günlük 2-3 nefere yardım edebilir. Ay balam ya milletin Allah aşkına duygusal sömürüsünü kullanmayın da kurban olum da besti da. 2-3 nefere yardım eləyək, önemli bir insanlara yardım eləyək. Bak əməliyyatına yardım elədik, 15 dəqiqədə pul yığdıq. Allah aşkına insanlar deyip gülmək için girir. Lütfen ay rica eləyirəm sizden. Ama ben yayın açıram diye siz de yayın açıp ve rastgele de atamıram. Ben dikimle PK atım. Ay rica ederim. Lütfen. Salam. Ay Allah'ım bir enerji gelsin ben artık istirəm. Nətərsən? Yaxşıyam aşkım sen ne tersen? Yaxşı olasan. Buyur ne tersen. Mənə eğlence, mənə enerji ver ne olar. Enerji, tərəzi bürüzəm. Tərəzi bürüzsən nə enerji versin? O yaz yayın Müge Anlı'ya döndü. Az hoş gedem gelet elədi yanımda. Az Müge gelet elədi yanımda. Oo yazık zaur. Ay neler çekirsiz Allah yardımcınız olsun. Ay az ter bastı. Mənə enerji verim enerji. Nətər verim enerjisi var burada? Kalk ayağa bir şey görək. Haralısan? Beyləqan. Beyləqanlısan, yaşın neçə yaşın var? Həftədə bir dəfə məncə ən məntiqlisidir. Aha. Birini seçək və həftədə bir dəfə. En gözəli, en ihtiyacı olan insana bir dəfə həftədə 2 dəfə qoşaq. Ama gerçekten ihtiyacı olanı. Buyurun, necə haralısınız? Beyləqan. Beyləqanlısınız. Nə gözəl, nə gözəl. Boyunuz necədir? 1.72. Nə? 1.72. Oo, bütün hevesim yeniden təzədən düşdü. Enerjime sıçtılar. Enerji öldü. Bəyək ki enerjim yaxşıydı. Getdi. O enerji getdi. O enerji. al ki biz teki insanlar çoxdur. Ona Ay görə nəzərə al. Allah, ay bacı, mən yetim. Oo. Az bırakın yüreğimizden gelsin ne olur. O Ay enerjim dur bir getdi. Kemal'ini oyna. Ay Allah. Kamışı koy. Salam, axşamınız xeyir. Bir dəqiqə kameranı çevirim. Bircə dəqiqə zəhmət olmasın. Ay necəsiz xanım? Xoş gəldiniz. Çox sağ olun. Bir dəqiqə zəhmət olmasa, mən sizə bir məlumat verim. Pəri Kərimli var idi. O da axşam sizə canlıda demişdi bizi Aha, qoşmağı. buyurun. Hə, qurban sizə. Kameranı bircə dəqiqə başınıza dönərəm. Bilmədim, Ay həyəcanlandım. xanım. Ay Allah. Gəlin sizə də. Çevirim. Mən çox yoruluram. Buyur Ayana, ne kim problemim var? Hə, çevirdim. Ama
Axşamınız xeyir. Mənim Buyurun. bir dənə sizə Ay xanım sen Allah o arkadaki efekti Hə, kaldır. onu, Sana kurban onu olayım, bircə ne dəqiqə olur. elə onu eləmək istəyirəm ki, görüm o necə eləyirlər. Bircə dəqiqə yoldaşım Buyurun, çağırım gəlin. onu eləsin də qurban olum. Onu mənim Allah işim yoxdur. Bir dəqiqə. Ya insanlar o Eşref. kadar zor durumda. Ya ben bu insanları da başa düşürəm. O Arxadan kadar olan zor effekt çıxart da. o kadar başımı zor söyləyirəm. durumdadır ki bu insanlar. Ya Allah hamının yardımcısı olsun. Allah hakkı. Allah kahretmesin ya. Hə, çıxartdım. Ya bu Mənim- insanları da anlayıram bilirsiniz dostlar. Həqiqətən o kadar zor bir durumdadırlar ki. Uşaqları problemli, iş yok, güc yok. Az bir maaşla işləyirlər. Ya bu insanları da anlayıram da. Buyur Ay xanım. Ah be. Hə, mən sizdən bir dənə şey bilirəm. Bir dənə problemimiz bizim nədir? Səhifədə sənədlər var. Mən sizə öz sənədlərimi də özümdə əliləm. Uşağın da hamısını göndərmişdim o nömrəyə. Pəri bacı ilə danışmışdım, göndərmişdim. Ya Səhifədə inanın də benim var. asistanıma ben reklam işbirliği için yazmışam. İnanın %90'ı buyurun. Hə, bizdə uşaq parça odur. Aha. O qida borusunda qalıb. Onu endoskopiya, larkoskopiya yazıblar. Məhəmmədin şəkəri də yüksəkdir, autizmdir, sindromu da Uşağın ağır. neçə yaşı var? 6 yaşı. Ne kadar ihtiyacı var? Nə olar? Buradan mənə kömək eləyin yığımda Tamam, siz 1450 ne kadar manat. ihtiyacı? Ne kadar? 1450 manatdır. Tamam, İndi mən hazırdı 1400 manatın. Hansı xəstəxanada olacaq? İndi onu sizə deyirəm də 680 manat onun aylıq o qoyduğumuz kursun pulu. Ay xanım, əməliyyat qiymətini deyil Bu də, amma əməliyyat bir olmur, əməliyyatına əməliyyat kömək olmur. eləyir də. Amma belə Əməliyyat olmur deyil. axı. Bax deyirəm əməliyyat qiymətini, tədaviri deyil. Siz belə çıxarırsınız, pullar Yox, çıxarırsınız. Xahiş əməliyyat deyil edirəm. də mən sizə deyim o nəyə lazımdır. Əməliyyat olunacaq Buyurun. bir vəziyyətdə deyil. Şəkəri olduğuna görə sığorta ona heç nə vermir. Yəni sığorta ilə göndərmirlər harasa. Ancaq mən İndi sizə nə lazımdır deyin uşağa Ay yardım sağ ol. edin. Bizə lazımdır. Mən deyim nələrdir? 180 manat biridir, 190 manat biridir. KTV Toplu bir pul de endoskopi ay xanım, toplu pul. Bir ayda bu uşağa nə qədər pul gedir xərclik? 1800. Amma indi bizə 1800 1450 lazımdır. Nəyinə lazımdır bu 1400? İndi onu sayırdım da sizə. Amma sizin kartınıza pul məbləğ atılmayacaq. Sizə atılsın, Xəstəxanaya hə. gedəcəksiniz. Hayır. Xəstəxanada insan, xəstəxana, hansı xəstəxana? Sumqayıtda 680 manat keçirdiyimiz bağçada həm də kursda da elə bil qoyuruq. Aha. Səhər qoy Bəs bir şey deyəcəm ay xanım, evlisiniz. Əriniz nə iş görür? İndi hal-hazırda heç nə. Mən təzə xəstəxanadan gəldiyimə uşağa o baxır. Bəs niyə işləmir ay xanım? Yo, işləyir, belə qurban fəhləş- olum sizə. Baba bir şey deyim mi? İnanın Allaha, mənim qohumumda bax, yardım eləyəcəm ha, o ayrı. 2000 manat göndərəcəm sizə. Baxın, mənim qohumumda biri var idi. İnanın Allaha sizə 7 dənə uşağı var idi. Əri yox idi. Əlil bir insan idi. Həm o 7 uşağa baxırdı. Hem gedirdi tort pişirirdi, çörek pişirirdi, ekmek pişirirdi. Gedirdi konu komşuya satırdı, evden işləyirdi, öz pulunu kazanırdı. Başa düşürsünüz, sizin əriniz de var, elin kolun da işləyir. Bak sen mənə denən ki, ay Velizar, yemek pişirirəm, tort pişirirəm, aya hörgü hörürəm. Sen məni reklam elə Velizar. Səni reklam eləməyən adı nədir? Səni reklam edib, sen evde oturduğun yerde de işte. Bəs əriniz niyə işləmir? Mən ay? Kiniyadan təzə gəlmişəm. Xərçəngəm, sənədlərimi atmışam. Bilirəm ay xanım, xərçəngin evdə hörgü ilə heç bir əlaqəsi Mənim yoxdur. uşağıma baxın, siz Əlizar bir dənə qurban olum sizə göstərim. Baxın mənim vəziyyətimə. Mənim uşağıma. Bilirəm, uşaq göstərməyin, siz alın. Yox, uşağı göstərmirəm. Bir baxın. Ay xanım, onun hörgüyə heç bir dəxli yoxdur. Mən sizə İşləyir də o işləyir. Mən harda işləyim? Axı uşağa baxmaq olmur. Ay xanım, köməyimiz mən nə deyirəm, əlinizdən ev işinə gəlir. Ancaq uşağa baxmaq. Uşaq bir saniyə dayanmır. Ay Bir dənə xanım, səhifəyə uşağa baxmaq nədir? Valla bizim köhnə nənələrimiz 10 dənə uşağa, 2 dənə buraya bağlayırdı, 2 Bizim dənə uşaq buraya elə deyil. bağlayırdı. Qurban sizə ruhi Ay xəstədir. Bir xanım, dənə vallahi səhifəyə billahi baxarsınız. xəstə uşağı da var idi. Belə Allah xəstə yox and olsun. idi o. Ay xanım, mənim ya köhnələr elədir, köhnədə TikTok mu var idi, siz Allah. Vallahi billahi var idi. Bax mən demirəm, mən sizə yenə yardım eləyəcəm. Yəni bax, heç olmasa o uşağa da baxın. Uşaq nədir ki, baxacan 2 dənə də hörgü hör. Mənə bir evdən işlə 5 manat, 10 manat yığ, ağlamayın lütfən rica edirəm. Bizim uşaq baxılacaq dörəyə quduzlaşıb bir dənə səhifədə bir dənə videosuna baxın, sonra bunları danışın. Mən günümü hamamda keçirdirəm. Baxın, bax bütün bədənim yaradı, onun diş yerləri, parçanı bütöv budur. Onun mədəsindən çıxarılana qədər paylamışam. Onu bir saniyə tək qoymaq olmur. Bəs sizin əriniz niyə işləmir? Bəs dedim axı işləyir hal-hazırda mən xəstəxanadan, ximiyadan təzə gəldiyimə görə uşağa o baxır.
Fəhlədir. Zaten o gedir içinə 15-20 manata işləyir. Ona görə şeylər Əmin. yəni uşağa Yaxşı, baxma. mən sizə 2000, sizə 2000 göndərəcəm, rahat olun. Siz Yox, mənim 2000 çoxdur. Baxın, mən deyim hara lazımdır da. Yəni 2000 çoxdur. 1450 manat. O da pensiya alır məndə. Məhəmmədin Yox, mən atmışam reseptlərinə qədər hamısını hesablayın, öyrənin, sonra şeylə. Bax hamısını atmışam yaxşı, onlar. yaxşı. Siz mənə, mən sizi takib edeyim. Siz mənim direktimə xəstəxanaya gedin, xəstəxananın şeyinə yazın, başa düşürsüz? Mən onun kart nömrəsinə 1500 manat atım, sizə də 500 1500 bir manat. yerin deyil də, mən sizə deyim 680 manat bağçasıdır. Hansı ki ora qoyuruq, orada həm müalicəsini alır. Hər ora təzə bir Sumqayıtdadır. Bax onun yerini də atacağam sizə. Mən müdrəsin nömrəsini də ataram. Hamısını istəyirsiniz, mən atım sizə hara nə qədər keçəcək. Onda siz mənə atın, mən asistana Mən yönləndirim. hamısını yönləndirəcəm. Ya da siz, mənim asistanımın adı Nicatdır. Mən yazdım onu. Yazdı, sizə də yazdı, WhatsApp-ı var idi. Hə, Yox, TikTokda yazmadı. yazıb, adı Hə. Nicat Cəfərli. Aha. O sizə yazdı. Siz onunla iletişim qurun. Tek hamısının kartını atın, biz göndərəcəyik. Yaxşı mı? Oldu, yaxşı. Çox Başınız sağ var olun. olsun. Əlimizdən gələn budur. Çox Təşəkkür sağ olun, ederim. minnətdaram. Ekstrada sizə xərclik göndərəcəyik. Çox sağ olun. Allah köməz. Sağ Yox, olun. həcdə yenə pensiya ikimiz də alırıq. Əgər əlinizdən ev işi də gəlirsə, siz mənə deyin, mən sizi reklam edeyim. Valla ev işi elə ancaq uşaq yenə də deyirəm. O elə bir uşaqdır ki, bir saniyədə top Yox, da vura Ay bilər. xanım, bilirəm, bax siz yemək bişirmirsiniz. Mənə denən ki, ay Velizar, mən ev yeməyi bişirirəm. Mən səni reklam edeyim. Ay Velizar, nə bilim, hörgü, əlinizdən hörgü ölmək gəlmirmi? Hörgüdür də uşağa baxacan, oradan kep hörəcən, çanta hörəcən, şal hörəcən, qış ayıdır. Sən mənə denən ki, bunu sat. Mən sənin o şalığı 50 manata sataram. Yetər ki, sən işlə. Mən işləyən insanı sevirəm. Bax, mən də beləyəm. Bir saat durun burada, gözüm çıxsın. Belə yorulum da burada, başa düşsən. Amma bilim ki, heç olmasa bir saat bir poxa yaradım. Mənə hədiyyə gəldi. Heç olmasa mən o pulu çəkəndə heç olmasa bir yeyim, halalımla yeyim. Yoxsa mən bunu kartı qoy dilənmək sevmirəm elə şey. Heç olmasa bir iki saat bir şey eləyim, elinin qarşılığını alım. Mən də sizə onu deyirəm. Əlindən bir şey gəlirsə, hörgü, ev yeməyi de ki, Velizar, bunu mən hördüm, sən bunu mənə sat. Satmayanın adı Velizar deyil. Sat, Allah üstünə də eləməsin. 4 sənə verim. Heç olmasa bir işçiyin, ev işi de, evdar xanımdır. Yəni evdə də işləyə bilərsiniz. Mən sizə bir şey deyim də, mənim atmışam, gözdən əlilliyim də var, yaxından olmaz, icazə yoxdur. Mən xərçəngəm, ağır xərçəng, 3-cü dərəcəyəm, sənədlərimi atmışam. O uşaqla yəni elə bir uşaqdır ki, bir dəqiqə onu gözdən qoymaq olmur. Çorabı Yaxşı. da budur. O Yaxşı, vəziyyət, yaxşı. evet. Siz onda atın, asistan yazdı Atmışam sizə. hamısını, hə, Ora onu atın. ataram onları da. Yaxşı, Aha, yaxşı. oldu, çox sağ olun. Oldu, çox sağ Sağ olun. Məncə biraz PK-ya ara ver. Çünki Amma ay biraz aşkım, çıxacaq. mən PK atamıram.